Salam əziz müəllimlər, dəyərli MİQ və sertifikasiya namizədləri, hər birinizi salamlayıram. Bugünkü dərs izahında mən sırf MİQ və sertifikasiyaya düşən bütün natural ədədlərə aid olan qəbul suallarının hamısının izahını verirəm. Yəni buradakı bütün suallar müxtəlif illərdə MİQ və sertifikasiyaya düşən qəbul suallarıdır. Vaxt itirmədən suallara başlayaq. Sual nömrə 1. Deməli, 78567 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın. 5-ə bilirik ki, qalığın tapılması zamanı biz bölünmə əlamətlərindən istifadə edə bilərik. 5-ə bölünmə əlaməti belədir. Son rəqəmi 0 və 5 olan ədədlər 5-ə qalıqsız bölünür. Amma burada son rəqəm 7-dir. Son rəqəm 7-dirsə, 7-ni 5-ə bölürük 1, qalıq da 2. Deməli, ümumilikdə bu ədədin 5-ə bölünməsindən alınan qalıq da 2-dir. Bölünmə əlamətləri vasitəsilə deməli bu misalı həll etdik. Növbəti misal. Deməli, 32AB4 ədədi 18-ə bölünən 5 rəqəmli ədəddirsə, A bölü B nisbətinin ən böyük qiymətini tapın. Diqqət edək. 18-ə bölünmə əlaməti nə idi? Eyni zamanda 2-yə və 9-a bölünən ədədlər 18-ə tam bölünürdü. İndi buraya diqqət edək. Burada son rəqəm nədir? 4-dür. Deməli, son rəqəm 4 ilə bitdiyinə görə 2-yə tam bölünür. Yəni, son rəqəmi 2 ədəd olduğuna görə bu 2-yə tam bölünür. 2-yə bölünmə əlaməti burada ödənilir. İndi 9-a bölünmə əlaməti burada ödənməlidir. Bu ədədin 9-a tam bölünməsi üçün rəqəmlərinin cəmi 9-a tam bölünməlidir. İndi biz buraya diqqət edək. 3 plus 2 plus 4 plus A plus B. Bu 9-a tam bölünməlidir. Buradan da məlum olur ki, deməli 9 plus A plus B 9-a tam bölünməlidir. Aha. Deməli, A plus B nə olarsa bu 9-a tam bölünər. Əgər A plus B maksimum burada deməli 9 ola bilər ki, bu zaman 9-a tam bölünsün. Eləmi? Bəli. Məsələn, burada artıq A plus B yəni burada hər ikisi 9 olanda bu 9-a tam bölünər onsuz da A və B. Amma bizə A bölü B nisbətinin ən böyük qiymətini soruşduğuna görə biz A plus B bərabərdir 9 götürürük. Burada A və B hansı rəqəmlər ola bilər? Baxırıq. 9 və 0 götürmək olar, ödənilir. Amma biz artıq 9-u 0-a bölə bilmərik. 0-a bölmə ödənilmir. Ona görə 0 götürmürük. Amma 8 və 1 götürə bilərik. 8-i 1-ə böləndə burada maksimum qiymət yaranır. Cavab eləyir Y variantı. Aha. İndi növbəti məsələyə baxırıq. Ədədlərin hansı 12-yə və 8-ə tam bölünür? 12-yə bölünmə əlaməti nə idi? Eyni zamanda 3-ə və 4-ə tam bölünən ədəd 12-yə tam bölünürdü. 8-ə bölünmə əlaməti nə idi? Son 3 rəqəmi 8-ə tam bölünən ədəd 8-ə tam bölünür. İndi diqqət edək burada. Baxırıq, 4-ə bölünmə əlamətini əvvəl yoxlayaq. Son 2 rəqəmi 4-ə bölünən ədəd 4-ə tam bölünür. Burada diqqət edirik ki, bütün ədədlərin son rəqəmi, son 2 rəqəmi 4-ə tam bölünür. Deməli, 4-ə bölünməklə biz nəsəyə, yəni biz tez cavabı tapa bilmərik. Ona görə 3-ə bölünmə əlamətindən istifadə edirik. Rəqəmləri cəmi 3-ə tam bölünən ədəd 3-ə tam bölünür. Burada rəqəmlərinin cəminə baxırıq. 8 plus 3 plus 2. Toplayanda eləyir 13. Deməli, 13 də 3-ə tam bölünmədiyinə görə bu cavab variantını biz silirik. 6 plus 4 plus 4. 14. 14 də 3-ə tam bölünmədiyinə görə bunu da silirik. 9 plus 2 plus 8. 19 3-ə tam bölünmədiyinə görə bunu da silirik. 7 plus 2 plus 8.
Eee, deməli 9 plus 8 17 etdiyinə görə bu da 3-ə tam bölünmür, bunu da silirik. Burada cavab variantı qalır, yalnız Y variantı. Rəqəmləri cəmi 12-dir, 3-ə tam bölünür. Son 2 rəqəmi 4-ə tam bölünür. 8-ə tam bölünmə əlamətdir. 552-ni ayrılıqda 8-ə gəlin bölək. Eee, deməli 6 dəfə 8 48, 72 qaldı. Bu da 9 dəfə bölünür. Deməli 8-ə də tam bölünür. Cavab elədi Y variantı. İndi növbəti məsələyə baxaq. 900 və 950 arasındakı tam ədəddən 5 çıxsaq 5-ə, 7 çıxsaq 7-yə, 9 çıxsaq 9-a tam bölünər. Bu ədədin 11-ə bölünməsindən alınan qalığı tapın. İndi biz nə edirik? Baxın. Burada bir dənə ədəd verilib. Təsəvvür edin, bir dənə x ədədi verilib. X-i tamam. 5-ə böləndə A eləyir və qalıqda da 5 qalır. Yəni bu 5 olmasa əgər, bu deyir ki, 5-ə tam bölünər. Və bu x-i 7-yə bölsək, A eləyir, qalıqda 7 qalır. X-i 9-a bölsək, yəni A yox, yəni burada B eləyir, qalıqda da 7 qalır. Burada da C eləyir, qalıqda da 9 qalır. Bu ədədin 11-ə bölünməsindən alınan qalığı tapın istəyir və 900 və 950 arasındadır bu ədəd. Buradan x nəyə bərabər olur? X bərabər olur 5A plus 5. Bəs buradan x nəyə bərabər olur? 7B plus 7-yə. Bu da bərabərdir 7B plus 7-yə. Buradan x nəyə bərabər olur? 9C plus 9-a. Burada ümumilikdə x nəyə bərabər olur? 5 vur A plus 1. Bu da bərabərdir 7 vur B plus 1. Bu da bərabərdir 9 vur C plus 1. 9 vur C plus 1. Buradan biz hansı nəticəyə gəlirik? Deməli, bu ədəd eyni zamanda 5-ə, 7-yə və 9-a tam bölünür. Deməli, əkop 5, 7, 9 vurulsun K formasındadır bu ədəd. Vur K formasındadır. Əkop 5, 7, 9 nə edir? Deməli 5, 7, 9 qarşılıqlı sadədir. Onların əkobu eləyir 5 vur 7 vur 9, 315. Vur K formasındadır bu ədəd. K-nın yerində əgər biz demək 3 yazsaq, bu eləyir 945. Ona görə ki, bu ədəd 900 və 950 arasında olmalıdır. 945 yazsaq, bu artıq öyrənilir. Yəni 945-i də 11-ə bölürük. Alınan qalığı biz tapırıq. Deməli, 8 dəfə deməli alınan qalıq da burada 85, qalıq da 10 edir. Natamam qismət 85, qalıq 10 elədi. Cavab da burada deməli 10-dur. Variantlar da ola bilsin, səhvlik ola bilər bəzi vaxtlarda. Cavab burada 10 edir. Növbəti məsələyə biz baxırıq. Deməli, n bərabərdir 25 üstü 8 vur 16 üstü 5 ədədi neçə rəqəmli ədəddir? Baxın, bunu sadə vurğuların hasili formasında göstərək rahatlıqla tapaq. N bərabərdir 25 üstü 8 vur 16 üstü 5. Demək, 25 nəyə bərabərdir? 5-in kvadratı 10 üstü 8. Baxın, bu formada yazdım. 5-in kvadratı üstü 8. Vur 2 üstü 4 16'dır. Bunun da üstü 5. Buradan da yaranır ki 5 üstü 16 vur 2 üstü 20. Bu nəyə bərabərdir? Bu da bərabərdir 5 üstü 16 vur 2 üstü 16 vur 2 üstü 4. Bu da bərabərdir 16 vur
5 vur 2 üstü 16. Buradan da 10, 16 vur 10 üstü 16. Bu ne deməkdir? 16 və burada da 16 dənə 0. 16 dənə 0. Deməli 2 dənə 2 rəqəmli 16 ədədi var. Plus 16 dənə də 0. Deməli bu 18 rəqəmli bir ədəddir. Cavab burada eləyir C variantı. Bildiyimiz kimi sıfırın yaranma, yəni burada 2 və 5 birləşir, 0 yaradır. Bu formada biz rahatlıqla bu m-in neçə rəqəmli bir ədəd olduğunu biz təyin edib tapa bilirik. İndi növbəti məsələyə biz baxırıq. Deməli, deyir ki, nərdivan 11,2 metrdir. 25-23 küpüqdur. İbarətdir. Hər küpüğün arasında boşluq var. Yer və ilk küpüq arasında və son küpüq və nərdivan üstü arasında eyni ölçülü boşluqlar var. Bir küpüq 2 santimetrdir, bir boşluq neçə santimetrdir? İndi diqqət edək. Bu nərdivan olsun. Bunları verək. Ümumilikdə baxın belə eləyək. Burada deməli 23 dənə küpüq var. Yer və ilk küpüq arasında və son küpüq və nərdivan üstü arasında eyni ölçülü boşluqlar var. Yəni bu boşluqların hamısı eynidir. Baxın, son küpüq və nərdivan. Aha, bu boşluqlar, yəni bu boşluqda, yəni baxın bu boşluq, bu boşluq, bu boşluq hamısı eynidir. Baxın bu boşluqların hamısı eynidir. Bunun mənası bu deməkdir. Boşluqların hamısı eynidir. Bir küpüğün bir küpüq 2 santimetrdir. Deməli 23 dənə küpüq eləyir. 23 vur 2 bərabərdir 46 santimetr. Nərdivanın ümumi uzunluğu bəs nə qədərdir? Yəni buradan buraya uzunluğu nə qədərdir? 11,2 metr. Bu da eləyir 1102 santimetr. 1102 minus 46 bu eləyir demək 1056 santimetr. 1056 santimetr və buradakı boşluqların sayı da 24 dənədir. Yəni boşluq sayı küpüq, baxın bir dənə boşluq, bir dənə küpüq 2 dənə boşluq yaratdı. 2 dənə küpüq 1, 2, 3 dənə boşluq yaratdı. 23 dənə də küpüq burada 24 dənə boşluq yaradır. Demək, burada 24 dənə boşluq var. 1056-nı deməli nə edirik biz? 1056-nı bölürük boşluqların sayı 24-ə. Yəni qalan hissə 1056 santimetr boşluqların ümumi ölçüləridir və 1056-nı bölürük 24-ə, bir boşluğun ölçüsünü tapırıq. 1056-nı da 24-ə böləndə eləyir 44. Deməli 44 santimetr. Hər bir boşluğun bunun yəni baxın bunun hər birinin ölçüsü 44 santimetrdir. Cavab eləyir B variantı. Növbəti məsələyə baxaq. Aha. Atamın 31 yaşı olanda mənim 8 yaşım var idi. Atamın yaşı mənim yaşımdan 2 dəfə çoxdursa, indi mənim neçə yaşım var? Bax, atanın yaşı 31 olanda mənim X yaşım, yəni mənim isə burada 8 yaşım var. Sonra deməli, yəni bu hazırki vaxtda
Mənim yaşım əgər x-dirsə, atamın yaşı x plus 23-dür. Atamın yaşı mənim yaşımdan 2 dəfə çoxdursa, yəni atamın yaşı x plus 23 bərabərdir 2x-ə, indi mənim neçə yaşım var? Bu tənliyi həll eləyək. X bərabərdir 23. Yəni hazırda mənim yaşım 23-dür. Ya baxın, mənim yaşım x olanda atamın yaşı x plus 23-dür. Deməli, buradan da biz tapırıq ki, x plus 23 bərabərdir 2x-ə, x bərabərdir 23. Hazırda mənim 23 yaşım var. Bu formada məsələ rahatlıqla həll olunur. Növbəti məsələyə baxaq. Baxın, ABC, BCA bunların hamısı ədədlərdir. Plus CAB bərabərdir 1332. ABC yəni ən az neçə olar? Baxın, hər birinə diqqət edək. Baxın, alt-alta toplayırıq. Məsələn, C plus A plus B nə olar? 3 dənə rəqəmin cəmi. Burada əgər, baxın, burada da C plus A plus B-dir, C plus A plus B-dir. Hamısında baxın. C plus A plus B əgər 12 olarsa, burada baxın 12 yazırıq. Əgər C plus A plus B yenə də 12 olarsa, bir yadda 13 edir. Yenə də əgər C plus A plus B 12 edərsə, bir yadda onsuz da vardı, yenə də 13 edir. 1332 yaranır. Rahatlıqla bu bizə deməli məlumdur. A plus B plus C deməli 12-dir. ABC-nin ən az ola biləcəyi qiyməti bizdən istəyir. Baxın, ABC plus ABC nə zaman ən az qiymətini alır? Əgər burada deməli baxın A1, B2, C9 olarsa ABC burada ən az qiymətini alar. Deməli cavab eləyir A variantı 129. Baxın, burada A-nın ən az qiyməti 1-i götürürük. Artıq A mövcud olduğuna görə biz 0 götürə bilmərik. B-nin də ən kiçik qiymətini götürürük. Cəmin 12 verməsi üçün C-ni avtomatik 9 götürmək lazımdır. Bu da eləyir 129 A variantı. 51 üstü 8 ədədinin natural bölənlərinin sayını tapın. Nə edirik? 51 üstü 8 bərabərdir 3 vur 17 üstü 8. Bu da bərabərdir 3 üstü 8 vur 17 üstü 8. Natural bölən sayı nədir? Qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vururuq. Bu da eləyir 9 vur 9 bərabərdir 81. Cavab eləyir C variantı. 2 ardıcıl tək ədədin hasili 783 olarsa, yəni baxın, ədədlərdən biri 2n plus 1-dirsə, digəri 2n plus 3-dürsə, bunların hasili bərabər 783 olarsa, bunların əkubları ilə əbublarının cəmini istəyir. 2 ardıcıl tək ədədin baxın, bunların ortaq böləni olmadığına görə 2 ardıcıl tək ədədin əkubu onların hasilinə bərabərdir. Baxın, əkub yəni buna bərabər oldu. Bəs əbubu nəyə bərabər olur? Əbublar isə ortaqları olmadığına görə 1-ə bərabər olur. 783 bunların hasili onsuz da verilmişdi. Plus 1 cavab eləyir 784. A variantı. Növbəti məsələyə gəlin baxaq. Deməli burada ilk 10 sualı bitirdik. Digər 10 suala baxaq. Davam edək.
Aha. Deməli növbəti sual. 2 rəqəmli ədədin 16% ədədin rəqəmləri cəminə bərabərdir. Verilən ədədin rəqəmləri cəmini tapın. 2 rəqəmli ədəd, tutaq ki, AB 2 rəqəmli ədədi olsun. Bunun 16 vur 0,16. Yəni faiz nədir? Ədədin %1 hissəsinə faiz deyilir. AB-ni vururuq 0,16-ya. Bu ədədin rəqəmləri cəminə bərabərdir, yəni A plus B-yə. AB-ni 10A plus B formasında göstərək. Vur 0,16 bərabərdir A plus B-yə. Buradan da məlum olur ki, demək 1,6A plus 0,16B bərabərdir A plus B-yə. Deməli 0,6A bərabərdir 0,84B-yə. Buradan da məlum olur ki, 60A bərabərdir 84B-yə. İxtisarları indi aparsaq, 5A bərabər olur 7B-yə. A və B rəqəmdir. Baxın, AB-dəki AB ədədində A və B rəqəmdir. Deməli, A nəyə bərabərdir? 7-yə, B də bərabərdir 5-ə. Bu ədədin rəqəmləri cəmini istəyir. 7 plus 5 bərabərdir 12 edir. İndi növbəti məsələyə baxaq. Əbub 2n kvadratı plus n, 2n kvadratı plus 3n bərabərdir n kvadratı plus 6n minus 6 olarsa, Əkob 4n plus 4, 5n plus 1 bərabərdir sual. N də burada natural ədədlərə daxildir. Baxın, indi biz nə edirik? Baxın, Əbubu yazaq. Ortaq vuruğu mötərizə xaricinə çıxardırıq. Baxın, indi biz buraya baxırıq. Burada baxın, n-i çıxardıq mötərizə xaricinə. 2n plus 1 və n vur 2n plus 3. Bu da bərabərdir n kvadratı plus 6n minus 6. Buradan diqqət edirik. 2n plus 1 və 2n plus 3 ardakil tək ədədlərdir. Ardakil tək ədədlərin əbubu yəni 1-dir. Ortağı yoxdur. Ona görə də burada ortaq yalnız n-dir. Deməli, əbubları n-ə bərabər olur. Deməli, n bərabərdir n kvadratı plus 6n minus 6. Buradan da n kvadratı plus 5n minus 6 bərabərdir 0 olur. Və deməli, burada n1, 2 bərabər, deməli, n yazaq. n1 bərabərdir burada -6, n2 bərabərdir 1. Viet teoremi ilə biz bunu tapdıq. Bizə n-in natural qiymətini istəyirdi. Ona görə 1 götürürük. -6 artıq natural ədəd deyil. Ona görə n2 bərabərdir, yəni n bərabərdir 1 götürürük. İndi bizdən nə istəyirdi? Əkob 4n plus 4 və 5n plus 1-i istəyir. Əkob deməli bu bərabər olur. Əkob 1 yazanda 6 ilə yox 8 edir. 8 də 6. 8 və 6-nın da əkobu bildiyimiz kimi 24-dür. Artıq əzbər olub 24 edir. Növbəti məsələyə baxaq. Aha. Biz indi nə edək? Baxın, bu formada verilib. AB bərabərdir 2-də 3, BC bərabərdir demək 12, AC bərabərdir 2 olarsa C-ni tapın. Biz belə eləyək. Hamısını bir-birinə vuraq. AB-ni BC-yə, bunu da AC-yə vuraq. Burada nə yaranır? A kvadratı vur B kvadratı vur C kvadratı bərabərdir 2-də 3 vur 12 vur 2. İxtisarları aparaq. Bu da eləyir 36. Deməli, A vur B vur C, kök altındalıq hər iki tərəfi. A vur B vur C bərabərdir 6 alınır. İndi bizdən C-ni istəyir. Baxın, AC, yox, bizdən nə istəyir? C-ni. AB
2-də 3 verilib. 2-də 3 deməli vur S bərabərdir 6-ya. Buradan da S nəyə bərabərdir? 2 vur 6 bölü 3. S də bərabər olur demək. S də bərabər olur 4-ə. Bir dənə diqqət edək. Baxın burada ABC A vur B vur C burada plus minus 6'dır. Nəyə görə? Hər iki tərəfdən kök alanda köklərin birini itirməyək. ABC burada həm mənfi 6'nın kvadratı 36 edir, həm də 6'nın kvadratı 36 edir. Buna görə də biz 2'də 3 isə bərabərdir plus minus 6 edir. Buradan da yaranır ki, baxın mənfi 6. Buradan da S bərabər olur. Demək plus minus 4'ə. S plus minus 4 həm müsbət 4 həm də mənfi 4 ola bilər. Cavab edir plus minus 4 bu formada. Növbəti məsələyə baxaq. Demək, A bölü B bərabərdir 7-də 3, B bölü 3 bərabərdir C və A plus B bərabərdir 36 olarsa C-ni tapın. Baxın, A bölü B bərabərdir 7-də 3'dür. B bölü 3 bərabərdir C-dir. Buradan tapaq ki, deməli 7A bərabərdir 3B-yə. B də bərabərdir 3C-yə. Baxın, deməli buradan A nəyə bərabərdir? A bərabərdir 3K-ya, B bərabərdir 7K-ya. 3K plus 7K bərabərdir 30-a. Baxın, buna əsasən mən yazıram. Buradan da 10K bərabərdir deməli 30-a, K bərabərdir 3. Bunu tapdıq. Və K əgər 3-dürsə, deməli B nəyə bərabərdir? B 7K-dır da. Deməli B 7K-dır. 7-ni də B bərabərdir 7K, 7-ni də 3-ə vuranda 21 edir. B 21'dir. Deməli 21 bərabərdir 3C-yə, C də bərabərdir 7 edir. Cavab burada eləyir 7. Aha. İndi növbəti məsələyə baxırıq. Baxın, x kvadrat minus y kvadratı bərabərdir 21. Yəni x minus y vur x plus y bərabərdir 21. 3x plus y ifadəsinin ən kiçik qiymətini tapın deyir. Baxın, 21 2 ədədinin hasili formasında göstərilir. 21 burada yalnız 3 və 7'nin hasili 21 edir. Və məsələn, bir dənə də 1 və 21'in hasili də 21 edir. Ayrı burada yoxdur. 3x plus y ifadəsinin ən kiçik qiymətini bizdən istəyir. İndi burada qiymətləri yerinə yazaq. X minus y bərabərdir 3 və x plus y bərabərdir 7. Buradan x bərabərdir 5, y bərabərdir 2 alınır. Bəs 1 və 21 olarsa x minus y bərabərdir 1, x plus y bərabərdir 21. Buradan da 2x bərabərdir 22, x bərabərdir 11 və y bərabərdir 10 alınır. Məlum olur ki, yəni ən az qiymətləri yəqin ki, bunlar verər. 3x plus y də burada eləyir 15 plus 2 17 eləyir. Artıq burada isə 3x artıq 33 artır. Buna görə onu götürmürük. 3x plus y burada eləyir 17. Cavab eləyir 17. Növbəti məsələyə baxırıq. Növbəti məsələ. Baxın, 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 2248-dir. Bu ədədlərin ən kiçiyi ən az neçə ola bilər? 3 müxtəlif 3 rəqəmli ədəddir. 2248 olarsa ən kiçiyi ən az neçə ola bilər? Baxın,
Bu tutaq ki, ən azı budur. Ən azın alınması üçün bu 2 dənə ədəd ən böyük qiymətini almalıdır. Ən böyük. Buna görə bunu götürək. 998 götürək. Yox, 999 götürək də. 999 götürə bilərik də. Rəqəmləri müxtəlif demir ki, 3 müxtəlif deyir. Və bunu da götürək 998. Götürə bilərik də müxtəlif ədədlərdir. 999 və 998 müxtəlif ədədlərdir. Aha, və bunlar da yəni 2248-dən də bu iki ədədin cəminin fərqini çıxsaq, nəticədə ən az olan ədəd alınır. Və buradan da yəni bu ədədi x adlandıraq. X nəyə bərabər olur? 2248 minus 999 plus 998 eləyir 1997. Bu da eləyir 251. Cavab eləyir 251. Növbəti məsələyə baxaq. 27 üstü b bərabərdir 625 üstü a. 9 üstü b plus 1 bərabərdir 125 üstü a. Bunlarsa b-ni tapın. 27 üstü b, yəni 3 üstü b, 3 üstü 3b bərabərdir. Bu da 625 nəyə bərabərdir? 5 üstü 4'tür. 5 üstü 4a 9 üstü b plus 1 gəlin bunları da yazıq. 9 3'ün kvadratdır. Vur 2 vur b plus 1 2b plus 2. Bu da bərabərdir 5'in kubu 5 üstü 3a. Bizə nə istəyir? B-ni tapın deyir. Aha. Mhm. B-ni istəyir demək. Gəlin bilirsiniz neyniyək? Aha, yəni nə edə bilərik? Gəlin bunu bölək buna. Bunu gəlin bölək buna. Bölə bilərik də. Bölək. 3 üstü 3b'ni 3 üstü 2b plus 2'ye bölək. Nə alınır? 3 üstü b minus 2 alınır. Beləmi? Bəli. 3b'dən çıxıram 2b plus 2. Yaranır 3b minus 2b minus 2. Yaranır b minus 2. Bu bərabər olur 5 üstü 4a minus 3a. Yəni 4a'dan 3a'nı çıxıram. Eləyir 5a. Gəlin bunu da deməli, bunda üstü 4'ü tapaq. Hər iki hissəni üstü 4'ü tapaq. Buradan da yaranır 3 üstü 4b minus 8 bərabər olur 5 üstü 4a'ya. Burada nə yaranır? Baxın. Burada da 5 üstü 4a'dır. Burada da 5 üstü 4a'dır. Buradan nə yaranır? Deməli 4b minus 8 bərabərdir 3b'yə. 4b minus 8 bərabərdir 3b'yə. Buradan da b bərabərdir 8 yaranır. Cavab eləyir 8. İndi növbəti məsələyə baxırıq. Demək, ABC plus BCA plus CAB 1332 olarsa ABC rəqəmlərindən düzəldilmiş ən kiçik
ən kiçik 3 rəqəmli ədəd neçə olar? Baxın. A, B, C plus B, C, A plus C, A, B bərabərdir 1332. Aha, bunu gəlin səhv yazmayaq. 1332. Yenə də bayaqki kimi C plus A plus B, yəni A plus B plus C burada nəyə bərabərdir? Elə 12-dir. Nəyə görə? 12-dir. Burada 1 yadda qalır. Yenə də 12 edir. 13. Burada 1 yadda qaldı. 12, 13. Bu formada 1332 alınır. Sadə bir məsələdir. Bu tipli məsələlərdə baxın, bir praktik üsulda həll edə bilirsinizsə, həll edin. Bunu da etmək olur. Ən kiçik 3 rəqəmli ədəd istəyir. Bu da 129. Yazanda bu düzəlir. Bu formada məsələ həll olunur. 129 eləyir cavab. Demək, növbəti məsələyə baxırıq. ABC bərabərdir 90A plus 10B plus 78 olarsa A vur C bərabərdir sual. ABC nəyə bərabərdir? 100A plus 10B plus C. Bu da bərabərdir 90A plus 10B plus 78. Buradan da 10A bərabər olur. Baxın, B'ləri getdi. 10A deməli plus C bərabərdir 78-ə. 10A plus C nəyi bizə verir? AC-ni. Bu da bərabərdir 78. Baxın, AC nəyə bərabərdir? 10A plus C. Bunu da biz bayaq buradan tapdıq. Deməli 10A plus C bərabərdir 78, AC bərabərdir 78 alınır. A vur C-nin hasilini istəyir. Deməli A bərabərdir 7-dir, C də bərabərdir 8-dir. Bunların da hasili eləyir 56. Bu formada həll olundu. Növbəti məsələyə baxırıq. 20351 ədədindəki rəqəmlərin yerini dəyişməklə 5-ə tam bölünən neçə 5 rəqəmli ədəd almaq olar? Rəqəmlərin yerini dəyişməklə. Gəlin bu məsləni biz hələlik saxlayaq. Nəyə görə? Buradakı bütün misallar natural ədədlərə aid olan suallara əhatə etməlidir. Burada bir səhvlik olub. Mən bu sualda mix səviyyəli sualdır, amma bu artıq natural ədədlərə yox, statistika və ehtimal bölməsinə aid olan bir sualdır. Burada ehtimal vasitəsilə biz məsələni həll edirik. Ona görə də bu məsələni hələlik saxlayıram. İndi davam edək. Növbəti 10 suala baxaq. Yenə də qeyd etdiyim kimi bunlar müxtəlif illərdə MİQ imtahanına düşən, sırf MİQ imtahanına düşən suallardır. Yəni burada fərqli bir sual yox. Yalnız MİQ suallarıdır bunlar. Əbob 72, 126, x bərabərdir 18 olarsa, Əkob 72, 126, x-in ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapın. Əbob 72, 126, x. Baxın, bunların hamısını sadə vurğuların hasili formasında da göstərək. Ya da belə eləyək. Əbob 72 əvəzini nə yazırıq? Görürük ki, bu tez baxıb görürük ki, 72 18-ə tam bölünür. 72-ni yazırıq 18 vur 4. 126-nı yazırıq 18 vur 7 və x bərabərdir 18-ə. Baxırıq, burada ikisində ortaq yalnız 18-dir. Deməli, x də 18 vur bir k formasındadır. Bizdən ən kiçik qiymət istəyir. Ona görə də k-nı bərabərdir 1 götürək. 18 vur 1, 18. X bərabərdir 18 olsun. Əkob indi 72, 126 və 18 istəyir. Əgər baxın, gəlin bunu belə sadə formada göstərək. Texnologiyadan istifadə edək. Texnologiyadan. Baxın, x-in əvəzinə də burada 18 artıq yaza bilərəm. Bunların əkob qüvvəsi nəyə bərabər olar? Birini tam götürürəm, digərlərində ortaq olmayanlara vururam. 18 vur 4 vur 7. Bu da eləyir 18 vur 28. Bu da deməli bərabər olur 504-ə. Cavab eləyir 504. Növbəti məsələyə baxaq. N plus n bərabərdir 216.
və əbub m-in bərabərdir 18 olarsa, m və n natural ədədlərinin ortaq olmayan sadə vurğularının hasilinin ən kiçik qiymətini tapın. Mhm. Baxın burada ortaq olmayan sadə vurğuların hasili nədir? S. S bərabərdir suala. Baxın, əbub m-in bərabərdir 18. Bu nə deməkdir? 18 m və n-də ortaqdır. Bu deməli m 18k-dır, n 18 tutaq ki x-dir. 18k plus 18x bərabərdir 216. K və x ortaq olmayan sadə vurğulardır. 18k plus x bərabərdir 216-ya. K plus x bəs nəyə bərabərdir? K plus x də burada bərabər olur. Deməli 12-yə. Ortaq hasilin ən az olması üçün ədədlər bir-birindən kifayət qədər uzaq olmalıdırlar. 1 və 11 qarşılıqlı sadədir. Deməli bunların hasili ən az edər. Və ya məsələn bir dənə də 5 və 7-nin cəmi 12-dir və qarşılıqlı sadədirlər. Amma bunların hasili təbii ki 35-dir. Deməli bunu götürmürük. Cavab 11 edir. İndi növbəti məsələyə biz baxaq. Növbəti məsələ. AX bərabərdir BY. Bu da bərabərdir. Demək CZ bərabərdir 2-də 3-də 2. AB plus BC plus AC bərabərdir. Deməli aha. Deməli baxın, AX bərabərdir BY, bu da bərabərdir CZ, bu da bərabərdir 3-də 2-yə. AB plus BC plus AC bərabərdir 36 ABC olarsa X plus Y plus Z cəmini tap. Gəlin hər tərəfi, baxın bunlar ədəd deyil, rəqəmdir. Yəni baxın bunlar ədəd formasında deyil, yəni hasil formasındadırlar. Gəlin hər tərəfi biz burada nə edək? Hər tərəfi biz nəyə bölə bilərik? Məsələn, burada hər tərəfi gəlin bölək. Burada yox. Buraya hələlik dəyməyək. Gəlin burada hər tərəfi bölək ABC-yə. Burada nə yaranır? 1 böl C plus 1 böl A plus 1 böl demək B bərabərdir 36-ya. 36 yarandı. Bəs buradan baxın, buradan A nəyə bərabərdir? AX bərabərdir 3-də 2-dən. A nəyə bərabərdir? A bərabərdir X plus Y plus Z-i istədiyinə görə bunları A-nı, B-ni və C-ni X, Y və Z ilə ifadə edək. A nəyə bərabər olur burada? A deməli bərabər olur 2 böl 3x-ə. B nəyə bərabər olur? BY bərabərdir 3-də 2-yə. Yenə də B bərabər olur 2 böl 3y-ə. C də bərabər olur 2 böl 3z-ə. Bunu biz tapdıq. İndi 1 böl 2 böl 3x plus 1 böl 2 böl 3y plus 1 böl 2 böl 3z bərabərdir 36-ya. Buradan da 3x böl 2 plus 3y böl 2 plus 3z böl 2 bərabərdir 36-ya. Gəlin hər tərəfi 3-də 2-yə vuraq, ixtisarları aparaq. Buradan da yaranır ki, x plus y plus z bərabərdir 24. Cavab eləyir 24. Bu formada məsələ rahatlıqla həll olunur.
Əbub 72, 126 M bərabərdir 2 vur 3 üstə 2 olarsa, Əkob 72, 126 M ifadəsinin ən kiçik qiymətini tapın. İndi biz buraya diqqət edək. Əbub hər bir hamısının gəlini sadə vurğuların hasili formasında göstərək. Əbub 72 nəyə bərabərdir? Demək 72 deməli bərabərdir 2-nin kubu vur 3 üstə 2. Bunu ümumi formada mən tez yazıram. Vaxt getməsin. 126 bəs nəyə bərabərdir? 2 üstü 1 vur 3'ün kvadratı vur 7 üstü 1 vur m. Bərabərdir 2 vur 3'ün kvadratı. 2 vur 3'ün kvadratı əbub olduğuna görə hamısında olmalıdır. Baxın. 2 vur 3'ün kvadratı. Burada bir dənə də m var. Vurulsun m yox. M ayrılıqdadır. Deməli, m'də də 2 vur 3'ün kvadratı olmalıdır. Və burada da 2 vur 3'ün kvadratı hamısında var. Minimum qiymət vur k formasındadır. Bu minimum qiymət lazımdır deyə o biri Əkubun gərək bu m-i də ən az götürək. Ona görə də k-nın yerində gəlin 1 yazaq. K-nın yerində 1 yazsaq bu formada qalır. 2 vur 3'ün kvadratı formasında yazır. İndi Əkob elə bunları tapaq da, yəni elə eynidir. Əkob 72, 126 indi m istəyir. Bunun Əkobunu bizdən istəyir. Biz nə edək? Texnologiyadan istifadə edək. Burada da deməli nə edək? M-in yerində təsəvvür edək budur. M-in yerində də budur. Budur. Bu da bərabər olur. Demək 2 vur 3'ün kvadratını yazaq. Bundan qurtulaq. Burada ortaq olmayanlar hansılardır? Burada ortaq olmayan hansıdır? 2'nin kvadratı aha. Sonra 7 ortaq deyil. 7'ni vuraq. Bir dənə də var burada 3'ün kvadratı. 3'ün kvadratını da yazmışıq da onsuz da. 2 vur 3'ün kvadratı. Bu 18 dedik. Vurduq 2'nin kvadratına. Aha. Vurduq 7'yə. Bu da bərabər edir. Demək 648'ə. Cavab burada eləyir 648. Növbəti məsələyə biz baxaq indi. Gəlin belə eləyək. 4a bərabər 7 və bu da bərabərdir 2s və Əbub ABC bərabərdir 3 olarsa A plus B plus C bərabərdir sual. Biz nə edək? 4a bərabər 7 bu da bərabərdir 2s bu da bərabərdir k götürək. A bərabərdir k böl 4 B bərabərdir k böl 7 C bərabərdir k böl 2. Əbub ABC yəni Əbub k böl 4 k böl 7 k böl 2 bərabərdir 3 olarsa A plus B plus C-ni bizdən istəyir. A plus B plus C-ni bizdən istəyir. Gəlin Əbubu bu formada yazaq. Əbub 28'də 7k bunu da yazaq 28'də 4k 28'də 14k bərabərdir 3'ə 28'də 7'ni deməli ortaqlar hansılardır? 28'də k bu ortaqdır da. Gəlin belə yazaq. Baxın buradan gəlin davam eləyək buradan. 28'də k-nı vuraq Əbub ortağın mütərizə xaricinə çıxarda bilirdik də 7, 4, 14.
7, 4, 14 burada ortaq olmayanlardır. Bunların əbubu təbii ki 1 edir də. Bunların hamısında ortaq nə var? 1-dir də. Bu da bərabərdir 3-ə. Bunların əbubu 1-dir. Deməli, k da bərabər olur 28 vur 3. K bölü 28 3-dür. K da bərabər olur 28 vur 3-ə. Bunu elə belə saxlayaq gəlin. İndi A plus B plus C-ni bizdən istəyir indi. A K bölü 4'tür. B K bölü 7'dir. C de K bölü 2'dir. Bunların hamısını toplayanda eləyir 28'də 7 plus yəni 7K plus 4K plus 14K. Burada eləyir 11 plus 14 25K. K'nın yerində də gəlin 28 vur 3 yazaq. Böl 28'ə. Bu ixtisar getdi 75 edir. Cavab bilir 75. Bu formada məsələ həll olundu. Növbəti məsələ 88 vur 5 üstü x ədədinin natural bölünənlərin sayı 32 olarsa x-i tapın. Deməli, bunu biz neyniyək? Natural bölünən sada vurulların hasili formasını göstərək. 88 nəyə bərabərdir? 2 üstü 3, 8'dir, vur 11 üstü 1, vur 5 üstü x. Natural bölünənlərin sayı nəyə bərabərdir? Qüvvətlərin üzərində 1 gəlirəm, bir-birinə vururam. Vur x plus 1 bərabərdir 2, 32 də 2 üstü 5'dir də. Deməli 4 vur 2 vur x plus 1 bərabərdir 2 üstü 5'ə. Buradan da eləyir 2 üstü 3 vur x plus 1 bərabərdir 2 üstü 5. X plus 1 də bərabərdir 2 üstü 2'yə. Buradan da x nəyə bərabər olur? 3'ə. X plus 1 bərabərdir 4'də. X də bərabərdir 3 edir. Bu formada həll olundu. 441'in kvadratı vur 803'ün kvadratı ədədinin 8'e bölünməsindən alınan qalığı tapın. Biz nə edirik? Burada 8'e bölünmə əlamətindən istifadə edirik və bu tipli qüvvətə yəni qüvvət üslü ifadələrdə biz mütləq qalıqla işləməyi biz bilməliyik. Qalıqla işləyə bilməsək, bizim çox uzun bir vaxtımız buraya, bu misala gedər. Ona görə də biz neyniyək? 441'i ayrılıqda 8'e bölək. Burada qalıq neçə edir? Demək 55 qalıqda da deməli 1 qalır. Qalıq burada 1 qalır. 803'ü də 8'e böləndə görürük ki 100. Qalıqda da 3 qalır. Deməli nə edirik? 2'nin kvadratı vur 3'ün kvadratı. 2'nin kvadratı 4. 4 vur 9. Bərabərdir 36. 36'nı da bölürəm mən 8'ə. Yox 4 yox. 1 yox. 2 yox. 1. 1 vur 9. Qaldı 9. 9'u da 8'ə bölürəm. 1 qalır 1. Deməli qalıq nə qaldı? 1. Bu formada məsələ həll oldu. 17 minus 3a böl a plus 3 ifadəsinin tam ədəd olması üçün a-nın tam qiymətlərinin cəmini tapın. Sadələşdirək gəlin. Nə edirik biz indi burada? On 17 minus 3 vur a plus 3. Burada nə yarandı? Minus 9 yarandı. Plus 9 yazaq. Böl a plus 3. Buradan da yaranır 17 plus 9 eləyir 26 minus 3 vur a plus 3 böl a plus 3 bu da eləyir 26 böl a plus 3 minus 3. Bu onsuz da tam ədəddir. Hər hansı bir tam ədəddən tam ədəd çıxanda yenə tam ədəddir. Biz indi buna baxmalıyıq. 26 bölü a bölü 3'ün tam ədəd olması üçün a-nın tam qiymətlərinin cəmi nəyə bərabər olur? Sürətin tam bölən sayı vur məxrəci sıfıra çevirən qiymət. 26 nəyə bərabər olur? 26 bərabərdir 13 üstü 1 vur 2 üstü 1. Sürətin tam bölən sayı nə edir?
Natural bilən sayı qüvvətlərin üzərində 1 gəlirəm, bir-birinə vururam, bərabərdir 4 edir. Tam bilən sayı natural bilən sayının 2 mislidir, 8. Vururam, məxrəci sıfıra çevirən qiymət -3-dür. Burada eləyir -24. Deməli, burada tam qiymətlərini cəmi eləyir, burada -24-ə. Növbəti məsələyə baxırıq. Bu da sadə bir məsələdir. Əbu n kvadrat plus 5n və n kvadrat plus 7n bərabərdir 2-dir. Əbu deməli n-i ortaq vurğu mütərizi xaricinə çıxardaq. N vur n plus 5 və n vur n plus 7 bərabərdir 2-dir. Buradan deməli ortağı nədir burada? N plus 5 və n plus 7 ardışıq tək ədədlərdir. Buna görə də bunların ortağı elə 1-dir. Ortaq olan yalnız n-dir. N də bərabərdir 2-dir. 2-ni yazıram burada əkobun yerində. Əkob 2-nin kvadratı plus yəni 2-ni baxın burada yazıram. 2-nin kvadratı plus 6 eləyir 10 və 2 vur 5 10. Əkob n kvadratı plus 5n deməli bu da əkob 10 və onun da əkobu elə 10 edir. Cavab eləyir burada 10. Növbəti məsələyə baxaq. Burada indi nə etmək lazımdır? Deməli 3AC bərabərdir 2BC, bu da bərabərdir AB. 2 böl A plus 3 böl B minus 1 böl C bərabərdir 18-də 1 olarsa Y-nin ədədi qiymətini tapın deyir. Baxın, oxşar olaraq baxaq. Burada hər bayaqki buna uyğun bir məsələ həll etdim. Baxın, hər tərəfi burada ABC-yə bölək. Baxın burada. Burada nə yaranır? 3 böl B bərabərdir 2 böl A, bu da bərabərdir 1 böl C. Beləmi? Bəli. Baxın, indi bunda uyğun formada gəlin yazaq. 2 böl A plus 3 böl B minus 1 böl C bərabərdir 18-də 1-ə. Baxın, 2 böl A və 1 böl C. Bunlar bir-birinə bərabərdir. Baxın, bunlar bir-birinə bərabərdir də. 2 böl A ilə 1 böl C bir-birinə bərabərdir. Və bunların da fərqi verilir burada. Baxın, fərqdir də bu. Bunlar deməli ixtisar gedir. Burada qalır 3 böl B bərabərdir 18-də 1-ə. Deməli, B nəyə bərabərdir? 3 vur 18-ə. Bu da eləyir 72. Cavab eləyir Y variantı. İndi son növbəti 9 misalda baxaq. Bununla da miqə düşən bütün natural ədədlərə aid olan sualları yekunlaşdıraq. Sual nömrə 1. P vur M bərabərdir 25 üstü P bərabərliyində P sadə ədəd, M isə tam ədəddir. M vur P, M minus B fərqi aşağıdakilərdən hansına tam bölünmür? Hansına tam bölünmür? P vur M bərabərdir nəyə? 5-in kvadratı üstü P. Bu da eləyir 2P. Bərabər P sadə ədəddir. Baxın, P sadə ədəddir, M isə tam ədəddir. P sadə ədəd, P əgər sadə ədəddirsə, deməli P ilə nədir? P ilə bərabərdir 5-dir də. Nəyə görə 5-dir? Ona görə ki, P sadə ədəddir. Bu da 5-dir. Deməli 5 vur M bərabərdir 5 üstü 10. Deməli M nəyə bərabərdir? 5 üstü 9-a. M minus P fərqi aşağıdakilərin hansını tam bölünmür? M minus P. Yəni 5 üstü 9 minus 5 fərqi. Bu da eləyir
5 vur 5 üstü 8 minus 1. Bu da beraberdir 5 vur 5 üstü 4 minus 1. 5 üstü 4 plus 1. Bu da beraberdir 5 vur 5'in kvadratı minus 1. 5'in kvadratı plus 1 vur 5 üstü 4 plus 1 belə. Buradan da məlum olur ki 5 bu nəyə bərabərdir? Sonda baxın nə alınır? Bunu qırmızı ilə yazaq. Sonda alınır ki 5 vur 5'in kvadratı minus 1 24. 5'in kvadratı plus 1 26. Vur 5 üstü 4 plus 1. Bunu da belə saxlayaq. Hansına tam bölünmür? 3'e tam bölünür mü? Hə, 24'də 3 vur 8 var. 3'e tam bölünür. Bunu silək. 5'e tam bölünür mü? 5 var. 5'e tam bölünür. 8'e tam bölünür mü? Hə, 28 3 vur 8-dən ibarətdir. Deməli, tam bölünür. 12'e tam bölünür mü? Bəli, 12'e tam bölünür. 26'da 13 var. 13 vur 2'ye bərabərdir. Mesela 25'e tam bölünür mü? Burada bir tane 5 var ama ayrı bir 5 yok. Buna göre 25'e tam bölünmür. 25'e tam bölünmür. Burada da cevap eləyir 25. Aha, növbəti məsələ. Burada diqqətli olun. 11 sayda ardıcıl küt ədədin ədədi ortası n'dir. Bu ədədlərin hər birini 8 vahid artırsaq, yeni alınmış ədədlərin ədədi ortası 62 minus 2n olar. İlkin verilmiş ədədlərin statistik ortasını tapın. Statistik də ortada burada mediandır. Medianın tapılması da qaydası belədir ki, medianın tapılması belədir. Yəni statistik orta medianda ədədləri elə bir sırayla ədədləri artan sırayla verirlər, ortadakı qiyməti tapırıq. Ədədləri, yəni məsələn 2, 4, 6, 8 bu formada verir, 8, 10 bu formada verir, ortadakı ədəd 6 bu median olur. Amma artan sırayla mütləq verilməlidir. Burada məsələn qabaqda bir 7 olarsa bu artıq median adlanmaz. Artan sırayla verilməlidir. 11 sayda ardışık cüt ədədin ədədi ortası n'dir. Yəni 11 sayda ədədi ortası n'dir. Bu ədədlərin hər birini 8 vahid artırsaq, bu zaman ədədi orta nəyə bərabər olar? N plus 8-ə. Nəyə görə? Hər birini 8 vahid artırıram, bölürəm axırda 8-ə. Bu zaman ədədi orta N plus 8-ə bərabər olar. Yeni alınmış ədədlərin ədədi ortası bu da bərabər olur. Deməli 62 minus 2n-ə. Buradan da 3n bərabərdir 62 minus 8 54 alınır. N də bərabərdir. Demək 18-ə. N'in 18 olduğunu tap. İlkin verilmiş ədədlərin statistik ortasını bizdən istəyir. Statistik ortada deməli nəyə bərabər olar? Statistik ortada deməli burada deməli elə ədədi ortaya bərabər olar. Ona görə ki 18 ilə ortadadır. Ortadakı ədəd ilə 18-dir də burada. Elə ədəd deməli baxın bu formada olanda ortadakı ədəd ilə deməli yəni bu ardikil küt ədəd formasında olarsa əgər ardikil tək ədəd, ardikil küt ədəd formasında ortadakı ədədi elə biz ədədi orta vasitəsilə tapa bilirdik və burada da elə artan sırayla verilib. Yəni 11 sayda ardikil küt ədəd. Ona görə də ortadakı ədəd ilə 18 verir bizə. Bu formada məsələ həll olunur. 12'ye böldüğüde qalıqda 5, 15'e böldüğüde qalıqda 8, 18'e böldüğüde isə qalıqda 11 olanın ən böyük 3 rəqəmli natural ədədi tapın. Bunun asan tapılma qaydası da var, amma ümumi bir qaydanı mən deyim. Məsələn, bir A ədədi olsun. 12'ye böldüğüdə qalıqda 5 və burada da M qalıqda da 5 olsun. Bunu A-nı 15'e böldüğüdə qalıqda 8 olsun. Bir dənə K yaransın. A-nı 18'e böldüğüdə bir F qalıqda da 11. Buradan A nəyə bərabərdir? 12M plus 5. Bu da bərabərdir 15K plus 8'ə. Bu da bərabərdir 18F plus 11'ə.
Hər tərəfə gəlin 7 əlavə eləyək. A plus 7 bərabərdir 12m plus 12, 15k plus 15, 18f plus 18. Buradan da yaranır ki A plus 7 bərabərdir 12 vur m plus 1. Bu da bərabərdir 15 vur k plus 1. Bu da bərabərdir 18 vur f plus 1. Yəni nə nəticəyə gəlirik? Yəni A plus 7 eyni zamanda 12, 15-i, 18-i tam bölünür. Deməli, əkub 12, 15, 18-i tapırıq, vururuq k-ya. Buradan da A plus 7 bərabər olur. Demək, 12, 15, 18-in əkubu nəyə bərabərdir? 180'dir. 180 k formasındadır. Buradan da A nəyə bərabər olur? 180k minus 7'ye. Buradan da k nəyə bərabər olar? K bərabər olarsa əgər 4 bu ödənilir. Artıq 5 olarsa artıq 3 rəqəmli yox, 4 rəqəmli olar. K bərabərdir 3 olanda bu 3 rəqəmli olur və ən böyük 3 rəqəmli qiymətini alır. Buna görə də K bərabərdir 4 olur. İndi burada da yazırıq 900 minus 7 893 edir. Bunun da natural ədədi tapın, o da 893 edir. Cavab 893 edir. 240 ədədinin neçə müxtəlif sadə böləni var? Sual nömrə 4. 240 nəyə bərabərdir? Deməli, 240 bərabərdir 2 üstü 4 vur 3 vur 5. Burada müxtəliflər 2'dir, 3'dür və 5'dir. Deməli, 3 dənə müxtəlif sadə böləni vardır. Əbub x kvadratı plus 8x plus 15, x kvadratı plus 7x plus 10 bərabər 7 olarsa, Əbub 2x plus 4 və 5x plus 2'ni tapın. Əbub x kvadratı plus 8x plus 15, bunun sadə vurğuların hasili formasında gəlin göstərək. X kvadratı plus 8x plus 15 nəyə bərabər olur? Bərabərdir x plus 3 vur x plus 5'e. Bəs x kvadrat plus 7x plus 10 nəyə bərabərdir? Bu bərabərdir x plus 5 vur x plus 2'ye. Deməli, bu da bərabərdir 7'ye. Beləmi? Bəli. Buradan ortağın hansıdır? X plus 5 ortaqdır. X plus 2 və x plus 3'ün ortağı yoxdur. Ardikil ədədlərdir. Onların ortağı yoxdur. X plus 5 deməli bərabərdir 7'ye. X bərabərdir 2 olur. X 2'dirsə əkob 2x plus 4 və 5x plus 2'ni tapırıq. Əkob 4 plus 4 8 və 12. 8 və 12'ni də əkob eləyir. Deməli 24. Cavab burada eləyir 24. Növbəti məsələyə baxaq. A bərabərdir 2 üstü m, 3 üstü 5, 7 üstü n və B bərabərdir 2 üstü 3, vur 3 üstü k, vur 7 üstü 4, vur 5'in kvadratı. Əbub AB bərabərdir 2 üstü 2, vur 3 üstü 4, vur 7'nin kubu. Burada az olanları götürmək lazımdır əbubu taparkən. Buna görə də biz nə etməliyik? Əbubun 2 üstü 2, 3 üstü 4, vur 7 üstü 3 verməsi üçün az olanını götürürük, m və n-i. Nəyə görə? Ona görə ki, əbubun yaranması, əbub hər ikisində ortaq olandır. Yəni, elə etməliyik ki, hər ikisində ortaq olsun. Deməli, m-in qiyməti nəyə bərabər olar? M-in qiyməti bərabərdir 2'ye. Ona görə ki 2 üstü 2 ilə 2 üstü 3 də ortaq, elə 2 üstü 2'dir. K-nın qiyməti bəs nəyə bərabər olar? K-nın qiyməti bərabərdir 4 olar. Hər az olanı götürürük. N-in qiyməti bəs nə olar? N-in də qiyməti bərabərdir 3 olar. Bunları da toplayanda eləyir 3 plus 4 plus 2 eləyir 9. Cavab eləyir 900. 9. 600 ədədinin natural bölənlərinin neçəsi 5'e tam bölünür? Bu tipli misallarda nə edirik? 600'ü bölürük 5'e, qalanlarının natural bölənlərinin sayını tapırıq. Və ya burada 5 yox, bir x olsaydı, 600'ü bölərdik x-ə, bunun alınan ədədin natural bölənlərinin sayını tapardıq. 600'ün və ya 12'yə
Naturalın neçəsi 12'ye tam bölünür? 600'ü bölərdik 12'ye. Bunun natural bölənlərin sayını tapardıq. Tam bu formada həll edirik bu tipli məsələləri. Burada da 120 nəyə bərabərdir? 120 bərabərdir. Deməli 120'ni sadə vurguların hasili formasında burada göstərmək lazımdır. 120 ilə bərabər olur 2 üstü 3 vur 3 üstü 1 vur 5 üstü 1. Bunda natural bölənlərin sayını tapırıq. 3 plus 1 vur 1 plus 1 vur 1 plus 1. 4'ü 2'ye vurarıq. 2'ye bunu da 2'ye vuraq. Bu da eləyir 16. Cavab eləyir 16. Sual nömrə 8. A minus B demək böl A plus B bərabərdir 5'də 2. Deməli A minus B böl A plus B. Buradan biz nəyi təyin edirik? Deməli 5A minus 5B bərabərdir 2A plus 2B. Buradan da 3A bərabərdir 7B alınır. Deməli A bərabərdir 7K'dır. B bərabərdir 3K'dır. Əkob 7K 3K və əbob 7K 3K bərabərdir 40'a. Əkob 7K 3K'dan burada əkob nəyə bərabər olur? 21K. Minus əbob 7K 3K'dan əbob nəyə bərabər olur? K'ya. Bu bərabərdir 40'a. 20K bərabərdir 40. K da bərabərdir 2 olur. Buradan A vur B hasilimizdən istəyir. A vur B nəyə bərabər olur? 21K kvadratına. 21'i vururam 2'nin kvadratına. Bu da eləyir 21 vur 4 bərabərdir 84 edir. Cavab edir burada 84. Növbəti məsələyə gəlin baxaq. A bərabərdir 2 üstü n vur 3 üstü m ədədinin tək bölənlərin sayı 5'dir. A'nın ən kiçik qiymətini tapın. M və n daxildir n-ə. İndi bu məsələnin gəlin həllinə baxaq. Baxın, burada nə edirik biz? Tək natural bölənlərin sayı burada nə edir? Tək natural, yəni 2'ye bölünməyənlərin sayı. 2'ləri götürmür, qalanlarının natural bölənlərinin sayını tapırıq. 2'ni gəlin silək, qalanları nədir? 3 üstü m'in natural bölənlərinin sayını tapırıq. Bu da m plus 1 bərabərdir 5, m bərabərdir 4'ə. A nəyə bərabərdir? 2 üstü m vur 3 üstü m'ə. Bu da bərabər oldu 2 üstü m vur 3 üstü 4 formasına gəldi. Buradan biz n'in ən az hansı qiyməti verə bilərik? N'ə 1 qiymətini verə bilərik də m və n daxildir n'ə, natural ədədlərə. Ona görə də n'ə ən azı 1 qiymətini verə bilərəm. 2 üstü 1 vur 3 üstü 4. Bu da eləyir 2 vur 3 üstü 4 81 bərabər 162. Cavab eləyir 162. Bəli. Beləliklə mən burada MİQ imtahanlar və sertifikasiya imtahanına düşən bütün natural ədədlər misallarını, məsələlərin hamısını yekunlaşdırdım və izahını da verdim. Bu formada MİQ imtahanına və sertifikasiya imtahanına düşən bütün natural ədədlərə aid olan suallarla tanış oldunuz. Video sizə xeyirli oldusa, zəhmət olmasa abunə olun, bəyənin, öz müəllim dostlarınızla, tanışlarınızla bölüşün ki, onlar da qoy faydalansın. Sağ olun, salamat qalın.